Bugün yeri gəlmişkən dənizçilərin peşə günüdür. Onları da elə bu münasibətlə təbrik edirik. Bəli, Aydın, həqiqətən dənizə sahildən baxmaq çox rahatdır, amma aylarla ailədən uzaqda, dediyiniz kimi fırtına ilə üz-üzə, səssizliyin içində yaşamaq həqiqətən çətindir. Bu artıq bir peşə yox, sanki bir həyat tərzidir. Bəli, dalğalarla barışmaqdır. Bəli, dənizçilərdən danışacağıq. O dənizçilər ki, sanki suyun üzərində dünyanın hərəkətini təmin edirlər. Bugün Beynəlxalq Dənizçilər Günüdür, az öncə də bildirdik. Elə bu münasibətlə bir daha onları təbrik edirik. İndi təqdim edəcəyimiz sujetdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin, yəni ASKO-nun işçilərinin fədakarlığından bəhs olunacaq bir qəhrəmanımızın timsalında ömrünün 41 ilini dənizlərə vermiş, dalğalarla, necə deyərlər, can çəkişən bir dənizçidən, bəli, çarpışan, ümumiyyətlə təlatümlü, dənizin dalğaları kimi təlatümlü bir iş hekayələrindən danışacaq bizim qəhrəmanımız. İzləyək. Maraqlıdır, gəlin baxaq. Sahildən dənizə baxmaq asandır, amma aylarla dənizdə yaşamaq, ailədən uzaqda qalmaq, hətta bir ilə qədər bəzən sahilə ayaq basmamaq bəzilərinin həyat tərzinə çevrilib. Söhbət dənizçilərdən gedir. 25 iyun dünya iqtisadiyyatında xidmət göstərən fədakar əmək sahiblərinin günüdür. Elə bu reportajımızda onlardan danışırıq. Ömrünün yarısından çoxunu dalğalara verən Əjdər Həsənovun dənizlə tanışlığından 41 il ötür. İllərdir Türkan gəmisinin kapitanı olan müsahibim deyir ki, hər səfəri bir təcrübə olub. Təkcə ailəsinin yox, həm də gəmi heyətinin başçısı olmaq 2 qat məsuliyyətdir. Bu hadisə vardı, cavan uşaqlar vardı. Birinci dəfədir bu gəmiyə gəlirdi. Mən hamısına dedim, narahat olmayın, bu gəmi 40-45 metr biraz da artırırdım ki, ürəkli versinlər. Elə hamısı elə bu mənə arxayındır. Müəyyən vaxtdan sonra o keçir, o streslər də keçir, vərdiş alınır. Çox çətindir ailədən uzaq olmaq. Dənizçilər üçün zaman başqa cür ötür. Onlar üçün ailədən uzaqda qalmaq ən böyük sınaqlardandır. Elə olub ki, dənizə çıxırsan, ağaçlar gül çiçək açmayıb. Gəlirsən, bir qəribə hiss keçirirsən, ağac çiçəkləyib. Evdə də elədir. Baxırsan ki, uzaqlaşmışsan, uşaq başqa xasiyyətdədir, başqa cür danışır. Əvvəllər bizdə növbə yox idi, illə də olurdu, dənizdə qalırdıq. Məsələn, olub Finlandiyaya getmişəm, oradan da getmişik İngiltərəyə. Çəkib, bir ilə yaxın çəkib. Belə reyslər olurdu. Dənizin məktəbi təkcə illərlə qazanılan təcrübədə deyil. Bu suda öz yolunu yeni çəkən, xəritələrə izlərini salan gənc dənizçilər də var. Onlardan biri də Mikayıl Məmmədovdur. O, ilk addımını 3 il əvvəl Xəzər Dəniz Neft Donanmasında matros kimi atıb. Bugün isə gəminin 3-cü gözü kapitan köməkçisidir. Xəritə çəkiləndə, yəni gedəcəyimiz liman və ya hər hansı bir obyekt belə deyək, seçilirsə, biz xəritələri kataloqdan seçirik. Bütün xəritələri, bütün yollar çəkilir, biz o yollara uyğun səfərimizi davam etdiririk. Yəni, səfər planı hazırlanır. 2021-ci ildə Xəzər Dəniz Neft Donanmasına ilk olaraq matros kimi başlamışam. Hazırda dünya üzrə 2 milyondan çox dənizçi müxtəlif sularda hərəkətdədir. Onların yüzlərlə nəfəri isə Azərbaycan Dövlət Dəniz Xidmətinin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tərkibində çalışır. Bu peşə təkcə su üzərində deyil, həm də zamanla, fırtına ilə və səssizliklə mübarizə deməkdir. Onların yol xəritəsi həm də təcrübə ilə, yaddaşla, yaşamışlarla formalaşır. Limandan limana çatmaq üçünsə gəmidə olan hər kəs bir-birinə güvənir. Dənizçilər sadəcə gəmini idarə edən insanlar deyil. Onlar qitələri birləşdirir, dünya iqtisadiyyatını hərəkətdə saxlayırlar. Getdikləri hər limanda onların zəhməti dayanır. Odur ki, bütün dənizçilərə dalğasız sular arzulayırıq.